orqanizmdə sakitləşdirici funksiyanı yerinə yetirir və meridian halqalar bizim bu qorbaqlarımızın içərisində də var, titan metan qorbaqlar. Bu qorbaqlar ümumi olaraq orqanizmin qoruyucusudur. Yəni damarlar və sinirlər vasitəsilə sirkulyasiya edərək orqanizmin ümumi aurasını qorumuş olur. Təzyiq, şəkər, zor, xəstəliklərində çox gözəl effekt verir problemlərin aradan qaldırılmasında. Və həmçinin orqanizmin ümumi aurasını qoruyur, qan dövranını gücləndirmiş olur. Eyni halqalar da aparatın üzərində olduğu üçün bu orqanizmin ümumi aurasını qoruyur. Və prostatı olan şəxslər isə aparatın üzərində otura bilər, çox gözəl masaj hərəkətini yerinə yetirmiş olur, masaj funksiyasını yerinə yetirmiş olur. Tək prostatit üçün yox, bel ağrıları, osteoxondroz, lardoz, kipoz, bu kimi problemlər də varsa, mütləq şəkildə aparatın üzərində oturulur, amma birinci rejimdə oturulur burada. Və bunu nə baş verir? Onda oturaq sinirindən masaj olunaraq bütün onurğada olan ağrılar aradan qaldırılmış olur. Bəzi insanlarda boynun arxasında front, yumru düğümlənmiş formada olur. O zaman aparatın üzərində, ev şəraitində bunun yan yörəsinə döşəklər yığılıb, üzərinə bir yüngülcə döşək yatılıb, kürək nahiyənizi bura söykəyə bilərsiniz, boynun arxasını söykəyə bilərsiniz. Real əlimizdə də nəticəmiz var. 10 günə boynun arxasındakı fır ərimiş olur. Təbii ki, burada biz antilipid çayı da veririk. Zaten aparatı götürən üzərində biz özümüz bir antilipid çayı hədiyyə veririk ki,